Son illər kredit bazarlarında diqqət çəkən tendensiyalardan biri də yaşlı nəslin nümayəndələrinin, xüsusilə də pensiya yaşında olan şəxslərin kreditlərə artan marağıdır. Əvvəllər bu yaş qrupu arasında borclanmağa qarşı daha ehtiyatlı yanaşma mövcud olsa da, hazırda müşahidə olunan dəyişikliklər göstərir ki, bu münasibət dəyişməkdədir. Ekspertlər belə deyir. Onların sözlərinə görə, kredit təcrübəsində diqqət çəkən məsələlərdən biri də gənclərin öz himayələrində olan pensiyaçıların adından və onların malik olduğu güzəştli şərtlərdən istifadə edərək banklardan kredit götürmələridir. Ailəyə lazım olur, ona götürür, ehtiyacı var. Məsəl üçün, uşaqlar var, tələbələr var, evdə qocalar var, xəstələr var. Onun üçün götürürlər. Evə lazım olur, televizor almaq istəyir, xaladelnik xarab olur, onu almaq istəyir, pulu çatmır. Uşağın ataya, anaya kömək ola bilər ki, çatmır da. Yağın ki, indi bu özü sığortalayır da, başa düşsən. Yaşlı adam öz-özünü elə adam var, yavaş-yavaş yığır qırağa, məsələn. Bizdə balışaltı deyirlər də, qoyurlar balışın altına ki, gələcəkdə lazım. Elə adam buna indi uspet eləyib yığa bilmir də. Gedir o bankdan götürür ki, bəlkə indi lazım olar. Amma da öləndən sonra da kimə lazım olacaq ki? O da qalacaq uşağına. Pulu yox ki, kredit istəyir də. Pul olsa istəməz ki. İqtisadçı Rəşad Həsənov bildirir ki, banklar yaşlı nəslə kredit verərkən ciddi qiymətləndirmə aparır. Həmin şəxslərə istehlak krediti və ya ipoteka kreditləri verilsə də yuxarı yaş həddi müəyyən edilir. İpoteka kreditlərinin verilməsində borcun axırıncı ödənişinin qaytarılma dövrü pensiya yaş həddinə qədər müəyyən edilir. Yəni, o dövrə qədər vətəndaş bütün ipoteka öhdəliyini yerinə yetirməlidir. Deyək ki, siz bugün 60 yaşında ipotekaya müraciət edirsiniz, əmək haqqınız və s. bütün şərtlər buna uyğundur, sizə ipoteka düşür, sizə ipoteka verməkdən imtina edilmir. O şərtlər ki, sizə yalnız 5 il, yəni 65 yaşına qədər sizə ipoteka verilir. Ekspertin sözlərinə görə, əgər rəsmi gəlir yalnız əmək haqqı təşkil edirsə, faktiki olaraq həmin şəxs pensiya yaşına çatan zaman gəlirdən məhrum olur və yalnız pensiya məbləğini təqdim etməklə kredit götürə bilir. Yəni, kredit təşkilatları istənilən halda vətəndaşın hansı təminata malik olduğuna baxmalıdır. Kreditləşmə müştərilərin rəsmi gəliri, kreditlər üzrə aylıq ödəniş məbləğləri, kredit tarixçəsi, gecikmə günləri və s. nəzərə alınmaqla Mərkəzi Bankın banklarda kredit risklərinin idarə edilməsi qaydası əsas götürülərək bankların daxili kredit siyasətinə və qiymətləndirmə mexanizminə uyğun olaraq həyata keçirilir. Banklardan asılı olaraq maksimal yaş həddi bankın daxili kreditləşmə qaydalarına uyğun tənzimlənir. Əlavə olaraq qeyd etmək istərdim ki, istehlak krediti üçün müraciət etmiş vətəndaşların yaşından asılı olmayaraq könüllü kredit həyat sığortası ilə kreditin sığortalanma imkanı da vardır. Yeri gəlmişkən, mülki məcəllənin müvafiq maddəsində qeyd olunub ki, əgər ölən şəxsin kreditorlar qarşısında borc öhdəliyi varsa, bu öhdəlik vərəsələrinə keçir. Borclu şəxs ölərsə, onun vərəsələri bu barədə kreditorlara məlumat verməyə borcludur. Əks halda vəfat eləyənin əmlakına görə notariat konturunda vərəsəlik açılarsa və bu barədə kreditor məlumat alarsa, o dərhal həmin vərəsələrə qarşı məhkəmədə iddia qaldırıb həmin borcu tələb eləyə bilər. Vərəsələrin arasında borcun ödənilməsi isə onların arasında bölünən əmlakın qiyməti ilə ölçülür. Hər hansı bir varisdən onun payına düşən vərəsənin qiymətindən artıq borc tələb oluna bilməz.